Salam, gəlin 9-cu sinif 5-ci unit testlərinə baxaq. Deməli, birinci testimizdə nə deyir? Headquarters, qərargah, allow, icazə vermək, advertise, elan etmək və baxırıq. Announce or praise. Burada praise sözü tərifləmək deməkdir. Bunun antonimi var. Günər Amadovanın kitabında da var. Scold. Deməli, praise tərifləmək, scold danlamaq deməkdir. Bunu qeyd edeyim. Deməli, advertise ilə announce sözü sinonimdir. Give permission for someone. Nə üçün, kim üçünsə icazə vermək. Permission icazə, allow da icazə vermək cəbəndir. Burada bir şey qeyd edirsiniz. Deməli, baxın, allow, bu da yenə Günlərdə var. Let, bir də permit. Bunlar üçü də icazə vermək deməkdir və sinonimdirlər. Baxın, permit feilindən permission ismi yaranıb, düzəltmə isimdir. Headquarter'da qərargahdır. Main office of the company, şirkətin əsas ofisi, başlıca ofisi, bu da olur qərargah, A bəndi. Deməli, ACB, o da olur D. Baxırıq, approve təklif eləmək, approve təsdiq etmək, primarily ilkin olaraq, baxın, primarily mainly ilə sinonimdir, əsas başlıca ilkin olaraq, launch da yeni bir şeyi buraxmaq, təqdim etmək. Deməli, baxırıq, accept officially agree to something. Rəsmi olaraq bir şeyi qəbul etmək və onunla razılaşmaq, bu approve-dur. Deməli, bir olur cəbəndi. Launch-da event to celebrate or introduce something new. Yeni bir şeyi təqdim eləmək və qeyd etmək tədbirinə də launch deyirik. 2 olur, A bəndi. Onda C, A, B, cavab lazımdır bizə. C, A, bu A bəndindədir. Prohibit qadağan etməkdir. Baxın, bu bən sözündən, məsəl üçün, sinonimdir. Qadağan etmək deməkdir bən. Deliver, çatdırmaq, constantly, müntəzəm olaraq. Baxın, take parcels to people's houses. Parcel, bilirsiniz nədir burada? Paket deyim də, paket, qablama, yük, belə bir şey. Deməli, onda bu olur deliver, yəni çatdırmaq. Yəni, insanların evinə nəsə yükü çatdırırsan, bu olur A bəndi. Deməli, 2 oldu A. Sonra baxıram, officially forbid something. Forbid də qadağan eləmək deməkdir. Prohibitlə sinonimdir. 1 olur onda B bəndi. Yəni, rəsmi olaraq nəyisə qadağan edilməsi 1 B bəndidir. Çünki constantly, müntəzəm olaraq, all the time or often, yəni hər zaman ya da tez-tez. Bu da oldu C bəndi. Olur B, A, C, BAC variantı. O da olur 3-də A bəndi. Buna baxırıq. Deməli, various müxtəlif deməkdir. Different sözündən sinonimdir. Baxın, elə demişkən, different burada var. Several and different deməli, onda olur 1 C bəndi. Personality, şəxsiyyət deməkdir. The type of person you are. Yəni, sən hansı tip insansın? O da oldu 2-də B bəndi. Deməli, confidence, əminlik deməkdir, inam. Feeling of trust in person or thing. Bir şəxsə və yaxud da nəyəsə olan inam hissinə də əminlik deyilir. Bu da olur A bəndi, C-ba. O oldu C bəndində. 5-ə baxırıq. Deməli, vigor, deməli, nə deməkdir? Qüvvə və enerji deməkdir. Baxın, force, qüvvə sözü var burada, A bəndində. Ona görə vigor olur A bəndi, 1 olur A bəndi. 2-yə baxırıq, valley. Deməli, ingiliscəsində belə bir söz var. Biri var əli, biri də var valley. Universitetdə müəllimə öyrətmişdi. Əli və vəli kimi. Deməli, əli xiyaban demək idi. Vəli dərə. Əli xiyaban, vəli də dərə deməkdir. Deməli, burada valley olur dərə. Baxın, allow area of land between hills. Təpələrin arasında olan, deməli, torpağın alçaq hissəsinə dərə deyilir. Deməli, onda 2 olur B bəndi. 3-də də trustworthy bilirik etibarlı, dürüst, vicdanlı, inanıla bilən deməkdir. 3-də olur C bəndi. ABC. ABC variantı hardadır? C bəndindədir. 4-də baxırıq. Shine, parlamaq. Tolerant, dözüm. Top, zirvə hissə. Baxın, the highest point, ən yüksək hissəsi. Bu olur top. Deməli, onda qoyaq 3-də A bəndidir. Ability to bear something, nəyisə dözmək qabiliyyəti. Baxın, bear sözü həm ayı deməkdir, feil kimi də dözmək, tab gətirmək deməkdir. Bu sözün definitionına uyğundur. 3 olur B bəndi. Baxırıq, shine, parlamaq, produce or reflect light. Yəni, ya deyir, işığı produce eləmək, istehsal eləmək belə deyək, ya da ki, əks etdirmək. Bu da olur 1 C bəndi, C-ba variantı lazımdır bizə. Bu da A
A bəndindədir. 7-ci sualda spoil nədir? Spoil bu il imtahana düşmüşdü. Bu ruin, korlamaq, spoil, damage. Bunlar sinonim idilər. Damage something elə 3C bəndidir. Stare gözünü silləyib baxmaqdır. Stare at sözündən işlənir. Stare at, look at, bir də var glance at. Üçü də sinonimdir. Qeyd eləyin. Deməli look at, stare at, bir də glance at. Üçü də baxmaq deməkdir. 2 olur A bəndi. Birdə də smash, break something into many pieces. Bir şeyi bir neçə hissələrə bölmək, ayırmaq, parçalamaq və yaxud da əzmək mənasında verə bilərik. Bir də olur, onda B. Bac lazımdır bizə, o da C bəndindədir. 8-ə baxırıq. Which marsh deməkdir. Separate, ayrı, parçalamaq, ayrılmış, ayırmaq, daha doğrusu verse də dəyər deməkdir. Divide into different parts. Baxın, müxtəlif hissələrə divide into, bölmək, ayırmaq. Bu olur elə C bəndi. Sonra having value, dəyəri olmaq, yəni value verse B bəndi. Wage də maaşdır. Regular amount of earned money. Baxın, qazanılmış pulun müntəzəm olan miqdarına da maaş deyilir A bəndidir. Burada amount miqdar deməkdir, qeyd edin. Onda A, C, B hansı variantdadır? D bəndindədir. Keçirik 9-a. 9-da refuse imtina etməkdir. Deməli, raise qaldırmaqdır. Quest də axtarmaq deməkdir. Bu question sözünün köküdür. Baxaq. Search for something. Axtarmaq, nəyisə axtarmaq. Bu ilə olur quest A bəndi. Deməli, investigate araşdırmaq deməkdir. Məsəl üçün sinonim ola bilər. Sonra seek araşdırmaq sözü var. Investigate, bunlar da axtarmaq. Look for axtarmaqdır. Bunların dördü də sinonim ola bilər. Search for, seek, investigate, quest. Say that you are not willing to do accept. Demək ki, sən bir şeyi qəbul eləmək və qəbul eləmirsən, bunu etməyi istəmirsən, istəksizsən. Refuse. C bəndi. Raise də qaldırmaq, liftlə sinonimdir. B bəndidir. Cıba lazımdır bizə. Cıba da A bəndindədir. Ona baxırıq. Persuade, inandırmaq, yola gətirmək kimisə. Sonra qulağını doldurmaq mənası da var hətta. Point, göstərmək barmağından, işarə eləmək. Sonra proceed, qabaqlamaq deməkdir. Baxın, happen or come before something, nədənsə əvvəl gəlmək və başlamaq. Bu güman ki, A bəndi, 3-də A bəndi olur. Show where person or thing is, göstərmək ki, bir şəxs və yaxud da person, thing, əşya hardadır, point, C bəndi. Sonra make somebody believe, kimisə inandırmaq, bu da deməli persuade feilidir. B, C, A olur C bəndində. 11-ə baxırıq. Deməli, 11-ci testə baxaq. Deməli, adapt, uyğunlaşdırmaq, sufficient, mənası nədir sufficient sözünün? Yetərli, kifayət, bəzən importantında sinonim ola bilir. Sanctuary-də ziyarətgah sığınacaq deməkdir. Görə, indi burada nə veribdir? Deməli, make suitable to conditions, yəni vəziyyətlərə uyğun olmaq, adaptasiya olmaqdır. A bəndi 1A. 2-də holy place, temple or church, baxın, müqəddəs bir yer, məbəd və yaxud da kilsə. Bu da olur B bəndi. Sanctuary-nin ziyarətgah, bir də hətta, ay Allah, biz nə deyirdik onu? Bir mənası da var idi, unuttum. Yəni, bizim o ziyarət yerlərimizə də deyə bilərik. Enough for a particular purpose, xüsusi bir məqsəd üçün kifayət olan, bu da sufficient, C bəndi, ACB, Y bəndi eləyir. 12-yə baxırıq. Recognize, tanımaq, current, cari, adopt, adaptasiya olmaq. Baxaq, know something or somebody, kimisə bilmək və tanımaq, elə bu A bəndidir. Accept or start to use something new, deyək ki, qəbul eləmək və yeni bir şey istifadə etməyə başlamaq. Olur, bu da adopt ola bilər. B bəndi. Current da caridir, of the present time, present indiki zaman, indiki vaxt, cari vaxt, bu da C'dir. A, C, B, bu da olur C bəndi. Influential, təsirli, sonra sözü keçən deməkdir. Issue, məsələ mənası var, bir də çap etmək mənası var. Established əsasını qoymaqdır. Baxaq. Baxın, important problem for discussion. Müzakirə üçün olan vacib problemə nə deyirik? Issue deyirik. 2C bəndi. Start or create an organization, deməli, start a company də var hətta. Deməli, hansısa bir təşkilatı yaratmaq və ona başlamaq, əsasını qoymaq olar. Establish A bəndi. Influential da, baxın, influence, böyük təsir olmaq B bəndi eləyir buca variantı. Buca hardadır? D
D bəndində. Publish nəşr etmək, rapidly sürətli şəkildə, rely on-da güvənmək, bel bağlamaq deməkdir. Baxırıq. Depend on or trust something. Depend on da trust da inanmaq deməkdir. Believe, rely on bunlar hamısı sinonimdir. Eləyir B bəndi. Sonra in a fast or sudden way, sürətli və qəfil bir şəkildə, bu da olur C bəndi. Publish-də deməli produce and sell a book magazine, kitab və jurnal istehsal edib satmaq, yəni çap etmək, bu da adı ACB olur B bəndi. Keçirik 15-ə. 15-ci sualda non-profit gəlirsiz, transmit yayınlamaq, localda yerli deməkdir. Deməli baxırıq nəyə? Not established to make a profit. Yəni gəlir vermək üçün əsası qoyulmayan, yəni gəlirsiz. Bir oldu bir. From visit particular area, xüsusi bir ərazidən. Area sahədirsə lokaldan sinonimdir. C bəndi. Həm də onlar sinonimdir. Qeyd edin. Transmitdə yayınlamaq, siqnalları radio və televizora göstərmək, göndərmək A bəndi. B, A, C. Özdə bu köhnə 9-un lüğətidir. Hire bilsəniz kirayə eləmək, spread yayılmaq, campdə düşərgə. Baxaq, pay to use something for a short time. Qısa bir müddət üçün nəyisə istifadə eləmək üçün ödəyirik, yəni onu kirayələyirik də, kirayələyəndə də qısa müddətə götürürük. Place where people live in tents. Tent çadır deməkdir. Bir yerdə hardakı insanlar orada çadırda yaşayır. Bu düşərgədir, B bəndi. Extend over a large or increasing area. Deməli, ərazi boyunca artmaq və genişlənmək. Bu da spread A bəndi, cavab variantı. Cavab variantı D bəndindədir, 17. Handsome, yaraşıqlı. Quartet sözünün mənası nədir? Bu elə bil 4 nəfərlik mahnı qrupudur. Yəni, burada nədə 4 var. Bunu yadda saxlayın. Casual, gündəlik deməkdir. Adi gündəlik. Baxaq. Good looking, yaraşıqlı deməkdir. Elə handsome, A bəndi. Set of 4 people or things, 4 nəfərlik adam və yaxud da nəyinsə qrupu, bu B bəndidir. Casual da happening by chance, yəni təsadüfən baş verən C bəndəsində. Bu sırf oturmur olsun. ABC. ABC-də cavab D bəndidir. 18-ə baxıram. Within içində deməkdir. Baxın, inside something deməli bir olur B bəndi. Give away, elə bil make a gift of, donate or bestow. Bax, bu bəxş etmək, bəxşiş etməkdən bəxş eləmək kimi. Məsələn, donate, iyanə verməkdir. Give away də verməkdir elə. Yəni, bu mənada istifadə olunur. A bəndi. Lecture-da leksiya deməkdir. Educational talk to an audience. Audience tamaşaçı deməkdir. Performer-də Performer ifaçıdır. Audience tamaşaçıdır. Bunlar bir-birinin antonimidir. Bunları qeyd edin. Deməli, bu da olur C bəndi. B, A, C bəndi olur C. Make fortune, sərvət toplamaq, belə deyək. Sonra graduate, təhsil almaq, məzun olmaq. Ability-də, elə bil ability, bacarığın əksidir, yəni qabiliyyətsizliyi də bacarıq əksikliyi. Baxırıq. Earn a very large amount of money. Çoxlu miqdarda pul məbləği qazanmaq. Bu olur var dövlət, B bəndi. Successfully complete university, uğurlu şəkildə universiteti bitirmək, yəni məzun olmaq. C bəndi. Graduate from-dan işlənir sözün olaraq. Inability-də lack of ability-dir. Bu da yəni qabiliyyət əksikliyi A bəndi, B-ca eləyir. Burada bir şey qeyd edin. Mən onu universitetdə öyrənmişdim. Lack of nə? Lack of something. Nəysə əksikliyi deməkdir. Graduate də from-dan işlənir. Protect də from-dan işlənir. Qeyd edin onu da. Sonra baffle sözü nədir? Baffle çaşdırmaq, mania mənası da var. İndi baxarıq. Confuse çaşdırmaq. Elə baffle-la confuse sinonimdir. A bəndi qeyd edin. Get on well, kimləsə yaxşı yerə getmək. Yəni establish a friendly relationship, yəni mehriban bir münasibətin, əlaqənin əsasını qoymaq. Ola bilər B bəndi. Do well-da işində yaxşı olmaq, nəyəsə yaxşı etmək, bu da olur C bəndi. A, B, C. A, B, C də eləyir Y bəndi. Bir də burada bir şey deyim. Get on well, məsəl üçün get on well with somebody işlənir uşaqlar. Kimləsə yaxşı yola getmək. Məsəl üçün I got on well with my sister. Mən bacımla yaxşı yola getdim. Bu şəkildə. Yəni withdən sonra canlı qoya bilirik.